Zərər tərəfi odur ki, çox vaxtımı aparır. Heç bir yaş məhdudiyyəti olmamalıdır. Elmi tərəfdən yaxşıdır. Mənfi də ki, məsələn, çox telefondan oynayıram. Son dövrlərdə vətəndaşlar arasında sosial şəbəkələrdən istifadə müddəti artmaqdadır. Bura TikTok tipli platformalar da daxildir. Görəsən bu tipli platformalar bizi inkişaf etdirir, yoxsa zamanımızı əlimizdən mi alır? TikTok tipli platformalardan istifadə edirsinizmi və yaxud burada yaş məhdudiyyəti olmalıdırmı? Bəli, istifadə edirəm. Əlbəttə olmalıdır. Yəni elə videolar var, yəni onu ailə baxır, uşaq baxır. Yəni olmamalıdır. İstifadə eləyirəm. Vaxtım çatan qədər yetərli, hətta mənə işimdə çox kömək eləyir. Sənə kimi faydaları toxunur? Mənə faydaları olur ki, əvvəla məlumatları çox tez alıram, korrespondensiyanı çox tez ötürə bilirəm. İstifadə edirəm. Zərər tərəfi odur ki, çox vaxtımı aparır. Müsbət cəhətlər odur ki, yəni biz öz sənətimizi göstəririk orada, nümayiş etdiririk sənətimizi, bizdə bəyənənlər var. Mənfi cəhətlər də odur ki, nalayiq ifadələr istifadə olunur. Mənim əgər imkanım olsaydı, həqiqətən yəni buradan bəlkə də bütün dünyaya səslənirəm ki, onun yaş həddini həqiqətən yəni o bizim ailədə də var balaca uşaqlar. Orada bəzən elə görüntülər çıxır ki, yəni şərt o deyil, siz o görüntülərə baxırsınız. Amma hansı insan ki, çox sosial şəbəkədə nədənsə istifadə edir, nəyisə təbliğ edirsə, istəmsizcə mən öz ailəmdə, məsələn, bacım uşaqlarında da görmüşəm, onların qarşısına çıxıb. İnansız mənə sual verəndə mən çox pis vəziyyətə qalmışam. Yəni ki, onu necə açıqlayacağımı bilməmişəm və başlamışam ədəbi dillə onu açıqlamağa. Bəli, yəni yaş həddinə qatılıram. Müsbət məsələn, elmi tərəfdən yaxşıdır. Mənfi də ki, məsələn, çox telefondan oynayıram. Əsasən hansı sosial şəbəkələrdə? TikTok, Instagram kimi. Yəni çox istifadə eləyirəm. Ona görə. Sosial media hazırki dövrdə yəni bir ayrılmaz parçamızdır. Hətta 6-cı üzümüzdür. Ən çox istifadə edirəm daha çox Instagram. Anlıq şəkil paylaşma, durum bildirimi və nəinki özümü tək bunun informasiya olaraq istifadə edirəm. Xoş olmasa da mənfi, xoş olsa da müsbət formalar görürük. Müsbət çaları məncə daha çoxdur, nəinki mənfi. Ən azından dünyadan və sağdan soldan üçün xəbərimiz olur. Mənfi tərəf odur ki, bizə uyğun olmayan həyat tərzləri, bizdən aşağı, bizdən yuxarı və yaxud da bizim psixologiyamızı poza biləcək həyat şərtlərini birbaşa gözümüzə soxduğu üçün və bunu gördüyümüz üçün bir yandan mənfi tərəflər də var, amma mən ümumi olaraq müsbət tərəflərinə daha çox inanıram və düşünürəm və mediamızın inkişaf etdikcə daha da gözəlləşəcəyini ümid edirəm. Müsbət cəhət də var, mənfi də var da. Çünki tək yaşlı adamlar baxmır axı ona. Orada hər şey verirlər, nə bilim, elə olur ki, etikadan qıraq olur. Ona balaca uşaqlar da baxır, məktəb uşaqlar da baxır. Xəbərlərə də baxıram da, yəni yaxşı şeylər paylaşırlar, ellər. Bizim məlumatımız olur, bu hava olsun, dünyada nələr baş verir, onlar paylaşırlar.